3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü. Bu gün 1992-ci ildə BMT tərəfindən təsis edilib və əsas məqsədi cəmiyyətə vacib bir mesaj çatdırmaqdır. Əlilliyi olan şəxslərin həyat şəraitinə, hüquqlarına və qarşılaşdıqları çətinliklərə diqqət artırmaqdır. Bugünün hədəfi cəmiyyətdə inklüzivlik, bərabər imkanlar və əlçatan mühitin formalaşmasına töhfə verməkdir. Biz 3 dekabrda insanları əlilliyi olan və olmayan kimi ayırmaq üçün yox, hər bir fərdin potensialını və dəyərini daha yaxşı görmək üçün xatırlayırıq. Bugün bayram kimi qeyd edilmir. 3 dekabrın mahiyyəti əlilliyi olan şəxslərə diqqət artırmaq, ehtiyacları görünən etmək, stereotipləri qırmaq və inklüziv cəmiyyət qurmaq üçün həmrəylik yaratmaqdır. Eyni zamanda əlçatan mühit yaratmaq, təhsil, iş və sosial həyata bərabər qoşulmanı təmin etmək, stereotipləri və ayrı seçkiliyi aradan qaldırmaqdır. Gəlin 3 dekabrı anlayış və dəstək günü kimi qeyd edək. Birlikdə elə bir cəmiyyət quraq ki, düşüncələrimizdəki maneələr aradan qalxsın və hər kəs üçün bərabər imkanlar təmin olunsun. İnklüziv cəmiyyət hər kəs üçün bərabər imkanlar deməkdir. İnklüziv cəmiyyət üçün birlikdə çalışaq.